Sizə uşaqlığınızı xatırladacaq Sovetin ən məşhur tortlarından nağıl tortu reseptini sizinlə bölüşürəm. İnanın ki, dadı və qoxusu uşaqlıqda yediyiniz tortdan heç də seçilməyəcək. Ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd edəcəyik. İlk öncə keçid edirik kremin hazırlanmasına. Nağıl tortu üçün şarlot kremi hazırlayacağıq. Bir orta boy yumurta, 180 qram şəkər tozu və 130 ml südü bir qaba əlavə edib, qaynayıb qatlaşanadək ara vermədən çırpıcı vasitəsilə qarışdırırıq. Bişdikdən sonra üzərini streçlə örtüb bir kənarda soyumasını gözləyirik. Ardından 220 qram yumuşalmış kərə yağı və 2 paket vanilini mikserlə qarışdırırıq. Üzərinə bişirdiyimiz qarışımı az-az əlavə edib yağla birlikdə mikserlə biraz daha qarışdırırıq. Krem hazır olduqdan sonra keçid edirik biskvitin hazırlanmasına. 5 yumurtanı biraz mikserlə qarışdırdıqdan sonra üzərinə 150 qram şəkər tozunu əlavə edib ağaranadək qarışdırırıq. Daha sonra üzərinə ələnmiş 150 qram un, yarım çay qaşığı qabartma tozu və bir paket vanil əlavə edib çırpıcı vasitəsilə yaxşı qarışdırırıq ki, arasında topaq qalmasın. Diametri 30-un 40-ı olan formanın üzərinə yağlı kağız yerləşdirib, xəmiri üzərinə töküb hər tərəfinə yayıb öncədən isidilmiş sobada 180 dərəcədə 10-12 dəqiqə bişiririk. Biskvitin bişməsini kibrit çöpü vasitəsilə yoxlayırıq. Kibrit quru və təmiz olarsa, demək ki, biskvitimiz artıq hazırdır. Biskvit soyuduqdan sonra kənarlarını kəsib ovuntu üçün saxlayırıq. Ardından biskviti 3 hissəyə bölürük. Daha sonra şərbət hazırlayıb hər 3 qatı şərbətlə isladıb, ardından hər 3 qata krem çəkirik. Tortun hər tərəfinə krem çəkdikdən sonra kənarlarını ovuntu ilə bəzəyirik. Tortun üzərini zövqə uyğun bəzəyə bilərsiniz. Hazırlayacaq hər kəsə indidən nuş olsun. Göz haqqınızı halal edin. Allah tutduğunuz orucu və etdiyiniz duaları qəbul etsin. Videomuzu bəyənib və kanalımıza abunə olmağı unutmayın.